Salam, hər vaxtınız xeyir. Bu günləri 25 yanvar tarixində OTK-nın təşkil etdiyi 11-ci siniflər üçün olan sınaqdan alançıdıcı suala izahına baxırıq. Passive voice quruluşudur və biz görürük ki, burada are repairing var. Davam edici zaman quruluşunun passivi lazımdır. A variantı yanlışdır. B variantı has been'dir, yanlışdır. C variantında keçmişə çevrilə bilməz. Ona görə C variantı yanlışdır. Elə D variantında da elə was being olub, keçmişə çevrilib. Ona görə yanlış olduğuna görə düzgün variantımız E variantıdır. The bridge that collapsed last year is being repaired. Bəli, düzgün quruluşumuzdur. 57-ci sualda isə biz görürük ki, burada feil var, conducted və bizə nə lazımdır? Zərf lazımdır. Düzgün quruluşumuz A variantındadır. Digərlərində biri zərf, biri sifət quruluşu gəlib. Ona görə yanlışdır. Düzgün variantımız A variantıdır.